buradan sürücülərə, yaxşı sürücülər bunu bilir, qoy bilməyən tanış bilişlər nə də desinlər. Parklanmada 4 faktora fikir vermək lazımdır. Bunu mən tələbələrimə də öyrədirəm. İndi də şükür Allaha imkan var, efirdən deyirəm. 4 faktor lazımdır. Yaxınlaşırsan, iki maşının arasına qoyursan. Birinci faktor, sən rahat düşməlisən. Rahat maşından düşməlisən, qapı açılmalıdır. İkinci faktor, sənin sərnişinin rahat düşməlidir. Amma bu azdır. Sən düşəndən sonra, gedəndən sonra soldakı maşının sərnişini maşına minə biləcəkmi? Yəni darısqal qoymamısan mı? O faktor. Sağdakı maşının sürücüsü gələndə pis vəziyyətə qalmayacaqmı? Qapını aça biləcəkmi? Və tələbələrimə deyirəm ki, əgər görürsən ki, sən bir təhər düşürsən, amma o sürücü minə bilməyəcək və yaxud soldakı maşının sərnişini minə bilməyəcək, o yerdə saxlamaq ilə. Bu, deməli, elementar parkingin elə bir ki, etik qaydasıdır. Əfsus ki, hərdən yaxınlaşırsan maşınıva yaxınlaşırsan, deməli, lükdən girməlisən. Elə saxlayıb ki, özü o tərəfdən düşüb rahat. Sən tərəfə rahat saxlayıb da. Sən maşına minə bilmirsən. Onda mənə şükür, məndə təlim pedalları var. Mən sağdan keçirəm. Sağdan maşına otururam, xod deyirəm. Ayağımın altında tormuz qaz var və oradan çıxıram. Bəs hamıda təlim maşını deyil axı. Onlarda problem olur. Bu məsləhəti mən verirəm bunu indiyə qədər bilməyənlərə.